Salam dostlar, hər vaxtınız xeyirli olsun. Dostlar, zəhmət olmasa bizim bu videomuzu bəyənin, paylaşın, Həqiqi Vəhdət kanalımıza abunə olun. Deməli dostlar, bu günlərim sizlərlə qısa bir fikrimi paylaşacağım. Mövzumuz nədir? Xalq mübarizəyə niyə qoşulmur? Millət təşkilatlanmaya mübarizəyə niyə qoşulmur? Bunların səbəblərindən biri, hətta ən öndə gedən səbəblərindən birini deyəcəm sizə bu günlərim. Deməli dostlar, məni Almaniya polisinə veriblər, şikayət ediblər. Bu şikayəti də kim edibdi? Özünə ortalıqda bloger, siyasətçi, jurnalist deyən kimlər varsa, indi bilmirəm, adı yazılmayıbdı. Mənə məktub gəlib polisdən ki, ayın 6-sı mənə randevu verirlər, ora getməliyəm. Təbii ki, ifadəyə çağırırlar. Gedib mən ifadəmi verəcəm faktlarla, sübutlarla. O ayrı bir məsələdir. Orada məlum olacaq ki, kimlər də o şikayət edən, nə məsələdir, nə baş verir. Təbii ki, ayın 6-sından sonra o məni kimlər şikayət edibsə, mən onların başına itin oyununu açacağım. İtin oyununu. Təbii ki, şikayət elədiklərdə söyüş təhqirdir, söyüşdür falan. Onsuz da o məktubda yazır, söyüşdür, təhdid edir falan filan. Onu yazıbdır. Gedib ona cavab verəcəm. Bu ayrı bir məsələdir. İndi dostlar, nəyə demək istəyirəm? Xalq mübarizəyə niyə qoşulmur? Bax, belə şeylərə görə. Xalq baxır ki, millət baxır ki, Rafael Piriyev kimi cəsarətli, səbirli, dözümlü, bütün əziyyətlərə qatılan, Azərbaycan xalqının dəyərləri uğrunda onun sözü olan, haqq sözü olan Rafael Piriyev kimi bir oğlu Əliyev rejimi bir tərəfdən polisə verir, məhkəməyə verir, nə bilim, axtarışa verir, Interpola verir. Bu özünə müxalifət deyənlər də bir tərəfdən. Yəni bunu görən Azərbaycan xalqının evladı niyə gəlsin ki? Doğru mu? Nə üçün gəlsin ki? Baxırıq, adam baxır, deyir, mən getdim mübarizəyə qoşuldum. Mən gördüm ki, görür, məsələn, özünə bloger deyən, siyasətçidən oyun oynayır, fırıldaq edir, 200'lük edir. Bunu Rafael Piriyev deyir. Bunu dediyi üçün Rafael Piriyev, onlar Rafael Piriyevə qarşı şər böhtan atırlar, alçaqlıq edirlər. Rafael Piriyev də onları söyür, təhqir eləyir və faktları da qoyur, argumentləri də gətirir. Bunlar aparır, onu verir polisə, məhkəməyə. Vətəndaş da oturur, baxır, düşünür ki, bu adam yalan danışır da. Bu özünə bloger deyən, siyasətçi, bu fırıldatımı bilir. Rafael də bu həqiqəti deyir, bu vətəndaş da bunu görür. Bu həqiqəti dediyi üçün Rafaeli bir küncə sıxınırlar, təkləyirlər, hakimiyyət bir tərəfdən, özünə müxalifət deyəndə bir tərəfdən, bu saxtakar, alçaq xainlər. Yəni, baxan vətəndaş anlayır, sırazı, başa düşür ki, burası siqnal verir ki, mən ona nəyə gedim ki? Rafael Piriyev deyir də həqiqəti. Görən başına nə oynatsınlar? Mən ona nəyə gedim ki? Bax, xalq ona görə qoşulmur dostlar və qoşulmayacaq da. Nə qədər ki bu satqınlar var, nə qədər ki bu xainlər var içimizdə, nə qədər ki bu sapı özümüzdən olan bu baltalar, bu namussuz köpəklər var, xalq mübarizəyə qoşulmayacaq. Qoşulmayacaq. Ona görə də qardaşlar, mən artıq qərara gəlmişəm, mən də canlı yayımzad eləyəsi deyiləm. Hə, onlar qısa video paylaşaram, o da nə ilə bağlı, yəni belə deyək də, vacib məsələ olarsa, vacib mövzu olarsa, onunla bağlı çıxaram 3 dəqiqə, 5 dəqiqə bir video çəkib paylaşaram. Amma belə çıxıb, nə bilim, hər gün İlham Əliyev şah pulu ver, nə bilim, o pulu ver, bu pulu ver, filan kəsin balasını öldürdün, yağış bastı, kanalizasiya partladı, qaziyə niyə 80 manat verdin? Mən bundan danışası deyiləm mən. Bunu artıq hamı bilir. Mən papıqay döləmə çıxam, hər gün yeni sözü deyəm. Sən də mənə əl çalasan, halal olsun, vətənin qeyrətli oğlu deyib, sən oradan deyib başını qoyub yatasan, mən də buradan İlham Əliyev də anamızı ağlatsın. Yox, belə bir şey yoxdur. Belə bir şey yoxdur, əzizim. Ehtiyac yoxdur da, artıq hamı bilir də, yəni, eyni söz nə qədər danışacaq ki. Ona görə mən qərara gəlmişəm, qardaş. Mən çıxmayacam canlı yayımıza da. Bayaq dediyim kimi, vacib mövzular olarsa, onunla bağlı qısa video çəkib paylaşaram. Belə də ki, deyirlər də, haqqı demək deyirlər də, sağ olsunlar. Əziz müxalifətimiz, əziz blogerlərimiz var, bəli, bu desinlər deyəmə, nə gözəl olsun. Hə, dostlar, xalq, bax buna görə, bayaq dediyim kimi mövzumuz buydu. Xalq buna görə qoşulmur mübarizəyə. Görür ki, satqın doludur, müxalifəti, hakimiyyəti, hamısı oğraş yığını, namussuz yığını, şərəfsiz yığını, 200'lü, alçaq doludur. Xalq baxır, qardaş, qoşulmur, iyrənir. Mənim kimi səbirli, dözümlü, bu millətin haqq sözünü heç bir nəfsə, heç bir marağa, heç nəyə dəyişməyən, bu qədər səbri olan, bu qədər dözümlü, əziyyət çəkən, bu yolda zəhmət çəkən Rafael Piriyev kimi oğlu
belə iyrəndirə bilirlərsə, qardaş, mən ora nəyə gedim ki, nə işim var mənim orada? Mən onsuz da ora geçsəm xilas ola bilməyəcəm. Gedib o meydana atılsam, o özünə bloger, müxalifət deyən olaraq qoşulsam, mən onsuz da xilas ola bilməyəcəm. Bunların məqsədi bizi xilas eləmək deyil ki. Bunların məqsədi, haqqı demirsən, kişi adamsan, belə oğlansan, gəl bizim nəzarətimizdə denən. Bizim nəzarətimizdə denən ki, sən bizim oyunumuzdan danışa bilməyəsən. Sən bizim yalanımızdan danışa bilməyəsən. Mən nə desəm deyəsən, hə, düz deyirsən. Budur qardaş, oyun budur. Mən də bu oyunlara getmirəm. Xalq da baxır belə insanlar. Deyir qardaş, Rafael də getmədi də oyuna. Mən də getməm, düz adamam, mən şərəfli adamam, ləyaqətli adamam, qətiyyətli adamam mən. Düzə-düz əyri-əyri mən bilirəm mən. Fisiyo. Mən ora gedim nəyə qoşulum ki? Rafael'in aqibətinə düşəcək. Aqibəti məni gözləyirək orada. Mən də onun gününə düşəcəm. Mən də onun aqibətini yaşayacağım. Bunu vətəndaş düşünür. Ona görə gəlmir mübarizəyə. Qoşulmur, qoşulmayacaq da. Reallıq budur. Çünkü satqın, xain, mübarizə aparıram adı altında, bloger adı altında, siyasetçi adı altında alçaq binamız vicdansızlar çoxdur. Satılmış köpəklər çoxdur, doludur dostlar. Rəzil günündədir, tamamen bulanlıqdır meydan, pis gündədir. Kaldı ki, xalqımız xilas olmağı, inşallah xalqımız öz içindən başlayar təşkilatlanmağa, yavaş-yavaş mübarizəyə qoşulmağı öz içindən başlayar, düzgün, qətiyyətli, dürüst bir təşkilat olar, bir hərəkət olar, bir addım atarlar, mübarizə apararlar. Mən də görürəm kişilər iş aparır, mən də gift dəstək verirəm. Allah şükürlər olsun. Allah mənə cəsarət verib, ağıl verib, şuur verib, səbir verib, dözüm verib. Maşallah olsun, bacarıram. Allah'tan başqa da işizdən qorxum yox. Düzə-düz əyri-əyri adamım, bitdi. Anam belə gəlsə, atam belə gəlsə, düzə-düz əyri-əyri, bitdi. Mən görürəm xalqım mübarizəyə qoşulur, təşkilatlanmaya meyllənir, öz içindən başlayır yavaş-yavaş bu rejimə qarşı təşkilatlanmağa. Mən ona dəstək verəcəm. Canla, başla dəstək verəcəm. Həyatımı, canımı qoyacam, problem deyil. Ona görə də qardaş, mən artıq qərara gəlmişəm. Mən nə canlı yayım eləyəsi deyiləm, nə danışası deyiləm. Ancaq bayaq dediyim kimi, yəni ciddi mövzular olarsa onunla bağlı çıxaram. 3 dəqiqə, 5 dəqiqə video çəkib paylaşaram, pis yoxdardı getdi. Çünki belə mübarizə olmur dostlar, belə alçaqlıq olmaz, belə cındırlıq olmaz. Sən həqiqəti dediyin üçün səni məhkəməyə versinlər, səni polisə versinlər. Özlərinin də üstündən bu millətə şərəfli, ləyaqətli, qüriyyətli, can qoyuruq, həyatımızı qoymuşuq. Belə oğlanları Rafael hakimiyyətə işləyir, İrana işləyir, daldan verir, oradan verir, Hizbullahın adamıdır. Belə mübarizə olmur əziz qardaşım, əziz insanlar. Ona görə ən yaxşısı mumla sakit qal, geçsin cəhənnəm olsun, özləri bilərlər. O xilas, o azadlıq, o demokratiya, o nə bilim ilham, o mehriban geçsin, nə qələt ilə eləsinlər. Nə qələt ilə eləsin, mən artıq iyrənirəm mən. İyrənirəm, bildiyiniz iyrənmək. Belə meydan, belə mübarizə, belə haqq mübarizəsi, demokratiya mübarizəsi olmur. Götvərənliklə, uğraşdıqla, satqınçılıqla, suqalıqla, işverənliyə uğraşdıqla mübarizə olmaz. Bunu zaten İlham Əliyev eləyir. Zaten o yolu İlham Əliyev gedir. Sən də o yolu gedəsənsə, mənim nə işim var sənin meydanında? Nə işim var mənim bu meydanda? Qardaş, məntiq mənə bunu deyir. Məntiq mənə bunu deyir. Və sizlərə də səsləndim xalq olaraq, millət olaraq. Ağıllı olun, şuurlu olun. Oldu mu? Ağıllı olun, şuurlu olun. Belə cındırların oyunlarına getməyin. Bunlar sizi aldadırlar, ələ salırlar, heyvan yerinə qoyurlar. Müxalifət adı altında, siyasetçi, jurnalist, bloger adı altında. Ağıllı olun, şuurlu olun. Çalışın ağlınızı başkasının oyuncağına vermeyin, başkasının eline vermeyin. Oynatmasınlar sizi. Çünkü siz heyvan değilsiniz. Adamsınız, insansınız. Çalışın ağıllı olun, girmeyin bu meydana. Açıq deyirəm, bu meydan oğraşxanadır, peysərxanadır. Cır, cındır, milletin içinde harda oğraş, peyser, cındır, paskuda var dolub bu meydana. Dolub bu meydana. Mən artıq iyrənirəm da. Belə bir abırçılıq olmaz, and olsun Allah'a. Xalq üçün, millət üçün, dəyərlər üçün. Canını qoy, ömrünü qoy, həyatını qoy, illərini qoy. Gençliğini vercinən, hər şeyini fəda vercinən. Müxalifət buradan özünü qoyur göt verənliyə, hakimiyyət oradan qoyur özünü göt verənliyə, cəmiyyət də sakit qalır. Yəni, belə olan halda əlbəttə ki, iyrənərik, əlbəttə ki. Məndən bu qədər dostlar, sağ olun, Allah amanda qalın.